Salam əziz müəllimlər. Mən Fərəcə Vayişən, Texnologiya fənni üzrə MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün dəstək məqsədi ilə fərqli düşündürücü hesablama sualları təqdim edib onların izahını verəcəm. Bu sınaq həm Telegram, həm WhatsApp qrupumuzda paylaşılıbdır. İnşallah ayın 14-ü isə məhz sertifikasiya və MİQ müəllimlərinə uyğun 60 sualdan ibarət fərqli düşündürücü sınağımız olacaq. Sınaq tam ödənişsizdir və sınağı əldə etmək üçün mütləq şəkildə 050 566 nömrəni qeyd edirəm ki, siz də nömrəni qeyd edəsiniz. 050 566 0061 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Onlayn formatda olacaq və vaxtla işləyəcəksiniz. Kimlər istəsə əldə edə bilərlər. Və müəllimlər, izaha başlamaq istəyirəm, diqqətiniz məndə olsun. Deyir ki, 3500 qram yağda nə qədər kalori var, hesablayın. 7-ci sinifdə bilirsiniz ki, bizim 1 qram yağımızda 9,3 kalori var idi. 1 qram karbohidrat və zulalda isə 4,1 kalori var idi. İndi bizə yağı soruşduğu üçün sırf yağı hesablamalıyıq və deməliyik. 3500 deyəndə, yəni 3 qram yarım nəzərdə tutub, 3 qram yarım yağda nə qədər kalori olacaq? Burada təbii ki, biraz da riyazi baxımından hesablama lazımdır, yəni riyazi lazımdır. Ona görə bəzi müəllimlər çətinlik çəkə bilər. Amma izah edəcəm sadə formatda, tam sizə aydın olacaq. Bir dənə istəyim var ki, siz kanala abunə olasınız və videonu bəyənəsiniz ki, texnologiya fənni üzrə fərqli suallar paylaşıb sizləri də maarifləndirim. Demək müəllimlər, 1 qram, burada qeyd edirəm, 1 qram 9,3-dürsə, 3 qram yarıma x verirəm. Yəni 3 qram yarım, bizə ki, hansı ki verilib burada 3 qram yarım, 3 qram yarıma nə qədər düşəcək? Bu halda nə etməliyik biz? X-i gətiririk, 1 aşağı düşür, yəni 1 qram aşağı düşür. 9,3-ü vururam 3,5-ə, yəni verilən rəqəmə vururam. Yəni qarşı-qarşıya vurma həyata keçiririk, qarşı-qarşıya hesablama həyata keçiririk, yəni tənasüb kimi və hesablayırıq. Demək, 9,3-ü vururam 3,5-ə. Bu eləyir 32,55 elədiyinə görə bunu da 1-ə böləndə eyni rəqəm qalacaq. Yəni, çünki 1-ə böləndə heç bir rəqəm dəyişməyəcək. Və bunu da bölürəm 1-ə, eləyir 32,55 qram. Yəni, demək bizim 3 qram yarım yağımızda nə qədər kalori oldu? 32,55, yəni 32,55 qram kalori olacaq. Demək, müəllimlər, burada qram yazılmağına baxmayın, söhbət kaloridən gedir. Yəni, bu şəkildə yazılıb ki, sizə aydın olsun. Demək, müəllimlər, belə sualı hesablamaq üçün nə etmək lazımdır? Riyazi olaraq tənasüb şəkildə həll etmək lazımdır. Təbii ki, baxır hansı hesablamalar. Eləsi var ki, onun düsturu var. Məsəl üçün, D1, D2, N1, N2, məsəl üçün, ta ki, qasnaqlarda. Məsəl üçün, eləsi var ki, M1 çıxılsın M2 bölünsün M2. Yəni, baxır hansı düsturdan söhbət gedir. İndi isə keçirəm digər sualımıza, diqqətli olursunuz və sizdən sadəcə bəyənməyi, paylaşmağınızı istəyirəm. Bir də dünənki diaqramın sualını izah edərkən orada fikirli olub 185 demişəm, 175-dir. Sadəcə fikirli olub 185 demişəm, amma qiymət 35 eləyir. O diaqramda zaten baxsaz da faizi görə biləcəksiniz və yaxud da hesablayaraq da rahat formatda tapa bilərsiniz. İndi digər suala keçirəm, diqqətiniz məndə olsun. Digər sualımıza gəldik müəllimlər. Hansı ki, detalın qalınlığı demək 70 milli, zivananın qalınlığı 22 millidirsə, bu halda yarığın və yanağın qalınlığını tapın. Hörmətli müəllimlər, bu da 7-ci sinifdədir. Hansı ki, zivana və yuva hissəsindədir, zivana yarıq olan hissədədir və çox müəllimlər bu düstura fikir vermirlər. Ona görə gəlin bir yerdə bu düsturu tam şəkildə həll eləyək. Hörmətli müəllimlər, ümumiyyətlə düsturumuz nədir? Düsturumuz, birinci düsturu bilməlisiniz ki, həll eləyə biləsiniz. Düstur S2 bərabərdir 0,5, S0 çıxılsın A-dır. Yəni, bizim düstur budur. Eski nəyə göstərir? Eski hansı ki, buradakı yuvanın yarıq və yanaqlarını göstərir. Yəni, həm 2 verib də burada. Həm yarığı göstərir, həm yanağı göstərir. Və burada A nəyə göstərir desə, bir qaz zivananın qalınlığı, detalın qalınlığı nəyə göstərir? Əlbəttə ki, S0-ı. İndi bizə deyir ki, bax, diqqətli oluruq. Detalın qalınlığı. Biz dedik ki, detalın qalınlığı nə idi? Detalın qalınlığı deyəndə
yadımıza saxlayırıq. Burada 70 veribdi. Detalın qalınlığı deyəndə isə biz S0 yadda saxladıq. Demək S0 70-dir. Çünki detalın qalınlığını verib bizə. Zivananın qalınlığı isə 22-dir. Zivananın qalınlığı da A idi, düzdürmü? Burada 22 yazıram. İndi deyir ki, mənə bax bunu tapmaq lazımdır deyir. Bu zaman nə edəcəm? Gələcəm 0,5 70 çıxılsın 22. Birinci 70-dən 22-ni çıxmalıyam. Mörtəzəni həll eləməliyəm. 70-dən 22 çıxanda eləyir 48. 0,5-i də vurmalıyam 48-ə. 0,5-i də 48-ə vuranda eləyir 24. Bu düsturun başqa formatları da var. Təbii ki, onların da izahını verəcəm. Hələ ki, bunu bilməlisiniz ki, S2 nədir, S0 nədir, A nədir ki, gətirib onun yerinə rahat şəkildə qoya biləsiniz. Bax, burada artıq tənasüb və yaxud da hər hansı bir nəysə, belə deyək də, riyazi olaraq etməyə ehtiyac yoxdur. Düsturu yerinə qoyursunuz və həll edirsiniz. İndi isə digər suala keçid edirəm müəllimlər. Digər sualımıza gəldik. Əgər siz də belə fərqli testlər işləmək istəyirsinizsə, son ərəfələrdə bizim sınaq və dərs qruplarımıza qoşula bilərsiniz. Hal-hazırda aprel son qrupumuz dərsə başlayıbdır və qeyd etmək istəyirəm ki, dərsə qoşulan müəllimlərə vəsaitim hədiyyə ediləcək. Hansı ki, 5 sinif kitabını bir kitabda demək yazmışam. Həmən kitab hədiyyə ediləcək və dərsə qoşulan müəllimlərə isə 25% endirim var. Siz də texnologiya fənni üzrə uğur qazanmaq istəyirsinizsə, son sürət qrupumuza qoşula bilərsiniz. May ayında isə təkrar qruplar olacaq. Mayda sırf bir dəfə ödəniş edərək bizim təkrar qruplarına da qoşula biləcəksiniz. Bu qruplardan da yararlana bilərsiniz. Hə, müəllimlər, gəlin baxaq. Deyir 150 kiloqramlıq poladda, poladın üzərində iş prosesi aparılan zaman şagirdlərə belə sual verilir. Verilmiş poladda neçə faiz karbon var? Baxın müəllimlər, çox müəllimlər bu hissədə deyirlər ki, belə bir sual yoxdur, kitabda və s. var. Biz bilirik ki, poladda 2% karbon var. Hər ehtimal qarşısında belə bir sual çıxartmışam. Çünki artıq görürəm ki, texnologiyadan hər istəyən bir sual çıxardır. Mən də fikirləşirəm ki, buradan da sual düşə bilər. Biz bilirik ki, poladda 2%-ə qədər karbon var, düzdürmü? Çuğunda isə 2-4% arasında karbon var. Poladda 2%-ə qədər karbon varsa, demək burada 150 kiloqramı mən vuracam 2-yə, böləcəm 100-ə. Niyə 100-ə? Çünki mən artıq onun faizini hesablayıram. Yəni, 150 kiloqramı 2-yə vuranda eləyir 300, 300-ü də 100-ə böləndə eləyir 3 kiloqram. Demək, 3 kiloqram karbon var. Poladda normada, əgər normada 2% karbon varsa, 150 kiloqram ahı vahid artdı, 150 kiloqramdan nə qədər olacaq? Olacaq 3 kiloqram. İndi deyəcəksiniz ki, yalnız burada kiloqram veriləcək. Qram da verilə bilər. Yenə də belə hesablayacağıq. Hər ehtimal qarşısında sizə izah edirəm. 150 kiloqramda biz 2%-i tapmaq üçün vururuq 2-yə, bölürük 100-ə. İndi deyəcəksiniz ki, 2-4% necə hesablayacağıq? Çuğun desəydi. Heç nə, yenə də 150-ni siz burada nə edəcəksiniz? 2-yə vurub 100-ə böləcəksiniz. Sonra 150-ni, yəni bir tərəfi eləyəndən sonra digər tərəfi, bir dəqiqə burada 0 gedibdir. Hə, 150-ni vuracaqsınız 2-yə, böləcəksiniz 100-ə. 150-ni vuracaqsınız 4-ə, böləcəksiniz 100-ə. Yəni hər iki tərəfi həll eləyəcəksiniz. Necə ki biz 20-25 qram deyirik ki, toyuqlara yem verilir. Burada da eyni şəkildə bir tərəfi eləyib sonra digər tərəfini eləyəcəksiniz. Bu da bu şəkildə müəllimlər, demək 3 kiloqram nə var? Karbon var. İndi digər suala keçid edirik. Hə, bir başqa sual, heç kimin ağlına gəlməz buradan sual salmaq, amma mən salmışam hər ehtimal qarşısında. Deyir, 25 şagird partasının qapağını taxta gövdəyə bərk etmək üçün bizə nə qədər şurup lazımdır? Ümumiyyətlə partanı etmək üçün bizə 2-4 şurup lazımdır, düzdürmü? 2-4. 25 olanda hər tərəfi vururam 2-yə. 25-i 2-yə vururam, 25-i 4-ə vururam. 25-i 2-yə vuranda nə eləyir? Demək, 25-i vururam, daha doğrusu 2-yə, 25-i vururam 4-ə. 25-i 2-yə vuranda eləyir 50, 25-i 4-ə vuranda eləyir artıq 100. Bu tərəfi də 100 eləyəcək. Cavabımız oldu 50 və 100. Burada bilməlisiniz ki, indi bir məqam var da, müəllimlərin çoxu bilmir. 3-4 yadında qalmır, 2-4 yadında qalmır. Bunları artıq siz öyrənmək üçün mənim səslərimlə, mənim videolarımla, mənim izahlarımla yaddaşınızı həkk eləyə bilərsiniz. Xüsusi konspektlər göndərirəm, dəfələrlə səslər göndərirəm, dəfələrlə izah göndərirəm. Mümkün deyil ki, bu müəllimin yadında qalmasın. Santilər, millilər hər birini sizlərə göndərirəm. Ona görə bizim dərslərə qoşularaq uğur əldə edə bilərsiniz. Yoxsa bu yadda qalsa nə var ki, bir tərəfi 25-ə vuracam, bir tərəfi də 25-ə vuracam. Amma bu yadda qalmadığı üçün müəllim artıq bunu eləyə bilmir. Bu şəkildə müəllimlər
Yenə də sizlərə fərqli suallar paylaşacağam inşallah. Sadəcə sizdən istədiyim texnologiya müəllimləri maksimum bu videonu paylaşmaq, bəyənmək, yoldaşlarınıza göndərmək və ən əsası isə öz fikirlərinizi aşağı hissədə yazmağınızdır. Hər daima yanınızdayam, hər daima sizə dəstəyəm. İnşallah ki, hər biriniz uğur qazanarsınız. Dərslərə qoşulmaq üçün, test bankımızı əldə etmək üçün, test qrupumuza qoşulmaq üçün, may ayındakı təkrar qrupumuza qoşulmaq üçün mütləq şəkildə 050 566 00 61 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Dərslərimizə qoşulan müəllimlərə kurikulum suallarını ixtisas üzrə hədiyyə edirik. Özünüzə yaxşı baxın, sağ olun.